Əziz həmvətənlərim, sizi salamlayıram. Mən Məmmədov Əflatun Həmidoğlu. Bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Kəlbəcər rayonunun torpaqları uğrunda dünyasını dəyişən hər bir kəsə Allahdan rəhmət diləyirəm. Və sizin diqqətinizə bir Kəlbəcər rayonunun polisi olan mərhum Əhmədov Natiq Nağıoğlu haqqında məlumat vermək istəyirəm. Natiq Əhmədov 1969-cu ildə Kəlbəcər rayonunda dünyaya göz açıb və bir nömrəli orta məktəbdə orta təhsilini başa vurduqdan sonra, hərbi xidmətə yollandıqdan sonra hərbi xidmətini başa vurub Kəlbəcər rayon Daxili İşlər Şöbəsində polis nəfəri kimi işə düzəlmişdi. Təbii ki də onun ölümü mənfur erməni düşmənlərinin qalmaqal salmağı nəticəsində dünyasını dəyişdi. O silahdan istifadə edən ərəfədə saygısızlıq sayəsində bilmədən silah əlində açıldı və dünyasını dəyişdi. Natiq çox qeyrətli oğlan idi. Natiq çox cəsur oğlan idi. Natiq əziz dost idi, gözəl qardaş idi. Mənim Natiqlə çox böyük xatirələrim olub şəxsən. O Kəlbəcər rayonunda da dəfn olunubdur. Mən ona Allahdan rəhmət diləyirəm. Mənim sözlərimi dinləyən hər bir şəxsdən xahişim odur ki, rəhmət diləyin, elə qardaşlara rəhmət oxuyun. Natiqin döyüş yollarında çox böyük əziyyətləri olubdur. Mən özüm şahid olmuşam, dəfələrlə Narışlar postuna getmişik. Bəzi saldatlar istirahət vaxtı və yaxud istirahətdən sonra da posta gedəndə də, getməyəndə də onlar bəziləri də can şirin şeydir. Sapadajlıq edirdilər ki, belə gedək, filan eləyək, bəşməkən eləyək. Ancaq Natiq özü şəxsən həm də məndən 8 il bir sinifdə oxuyub, bir part arxasında oturmuşuq. Cəsur döyüşçümüz Abışov Ramiz, rəhmətli Zeynalov Ədalət və bir neçə qardaşlar. Natiq də bizdən bərabər. Natiq mənə həmişə deyərdi ki, Əflatun, gəl, çıxaq kəndi gecə gəzək. Görək ermənicə tuta bilərikmi? Mən, düzdür, insanın canı şirin olsa da, mən bəzən ürək eləmirdim. Ancaq Natiqdəki mən o cəsurluğu, Natiqdəki o mətinliyi, torpağa, elinə, obasına bağlılığı mən onun gözlərindən oxuyurdum. Onun ürəyindən gələn sözlərdən oxuyurdum. O çox erməni, o dırnaq arası desək, murdar millətinə qarşı çox böyük nifrəti olan bir şəxs idi. Allah Natiqin o dünyasını versin. Natiq gözəl qardaş olubdur. Kəlbəcər xalqının erməni təcavüzündən qorunmasında, ermənilərin Kəlbəcərlərə qarşı o murdar hisslərini mi deyim, onun cəmaatımıza qarşı, millətimizə qarşı kinlərini deyim, kinayəsini mi deyim, Natiq onların heç birini qəbul edən bir şəxs deyildi. Natiq çox cəsur qardaş idi. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Günü bugünkü gündə Natiqin məzarı Kəlbəcərdədir. Şəxsən xəbərimiz yoxdur ki, Natiqin indi məzarı hansı tərəfdə dağıdılıb, necə, nətər. Mənim sizdən bir diləyim, bir xahişim odur ki, məni dinləyəndən sonra ən azından bir dənə Allahın rəhmətini o gözəl qardaşımıza deyəsiniz. Allah sizdən razı olsun, sağ olun, var olun.